Hamınıza salam dostlar, mən Hüseyin. Bugün sizlərlə bərabər Minecraft PvP-imizin part 2-sini çəkirik. Bu videoya kanalım yeni başlayıb, ben dəstək amaçlı 4-5 like alsanız mənim üçün yetərlidir. Hər nəysə, yavaşdan videoyu keçəyin və mən oyuna girib başlayacaq. Bəli dostlar, PvP-imiz başladı. Həmən PvP-yə başlayırıq. Yaxşı bir giriş eləməyə planlayıram. Arbalet dəlmə var deyə bunu çox istifadə edirlər. Bəli dostlar, zəiflədi. Zəif oynayır. Avantajım var. Və burada öləcək. Və və bu oyun asan idi. Digər oyuna keçib həmən gəlirəm. Bəli dostlar, oyunumuz başladı. Çox asan. İyimin çox yaxşı olduğunu düşünüyorum. Bəli, mənim pingim azdır. Sağ tərəfdən görə bilərsiniz, amma adam pingi çoxdur ki, gördüyünüz hal-hazırda kuvvetim və şeyim var. Buna görə vurduğum hər vuruş arbalet belə adamın 2 canına qədər aparır. Mənə ilk hitini vurdu arbaletlə və mənim 2 canım getdi. Buna görə də bu avantajı yaxşı istifadə etmək lazımdır. Adama təmiz bir crit vursam, çox qalxanla oynayır. Sadəcə bir kritik vursam bəsim. Mən də elə bildim onun oxları qutarıb başqa bir oyun modunda. 67 dənə oxları var. Hey! Bum 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 bum. Gəl. Kişiləndi. Püf. Bəli dostlar, bu oyunumuz da sadə keçdi. Digər oyuna keçib gəlirəm. What? Bəli dostlar, bir problem çıxdı. Ona görə də videonu dayandıra bilmədim. Biraz sizi digər PvP'yə keçmək yolunda gözlətdim və adam məni beast oynayanların çoxu sword main olduqlarına görə mən də biraz baltada yaxşıyam. Buna görə də biraz pis keçirib oyunlar. Digər oyuna keçib gəlirəm. Nədənsə, nədənini bilmirəm. Bəli, məndə bir problem var imiş. Klavişləri qarışdırırdım. Buna görə də necə o qədər uzaqdan vurdu? Adamda biraz reach kimi bir şey hissiyat gəldi mənə. Reach ola bilər. Ona görə də digər oyuna keçib həmən gəlir. Oyuna girdi. Başladıq. Let's go. Dostlar, bu yaxınlarda Yusiflə birlikdə kanal açdıq və bu işlərə onunla birlikdə başladım. Onunla birlikdə Manhunt videosu, Border SMP iləride gələcək və ona qədər bu kanalı bacardığım qədər böyüdəcəm ki, hər kəs, çoxu insan, hər kəs yox, çoxu insan bu bizim Yusiflə eləyəcəyimiz, gələcəkdə eləyəcəyimiz Border SMP, Manhunt kimi oyuncular və burada özümüzə ekip də yığacağıq. Bu şəkildə daha çox 4-5 nəfərlik bir ekip kimi bir şey eləsək, o zaman daha kaliteli videolar da
əldə edə biləcəyik. Adam çox qasaq oynayır. Yəqin can az. Adamın baltası qırılmış. Adamın kalkanın üstüne düz 2 dəfə kritik attım və heç vaxt bir şey olmadı adıma. Nəysə, digər oyuna keçib gəlirəm. Bəli dostlar, oyunumuz başladı. Bir gəp yeyək. Sadə bir kritik. Adam main'dir. Adam sword main'dir. Yanıram. Baxım, yox, hələ ki yanmıram. Yaxşı. Bro, are you serious? Ups. Adamın suyunu aldım, yoxsa mənim hal-hazır bu nə qarma qarışıq oldu? Ups. Adam. Yanıma gəlməz. Ups. Az olsa geri adamın suyunu o mənimdir. Götür bunu. Nə qarır bu? Həqiqətən ciddiysən. Dostum, xətalı oynayırsan, amma mənim də canım azdır. Adam nə qarır bu? Nəysə, sana əsər çıxartdım. Bir söz demək olmaz. Bəlkə hilədir. Hilə deyildi mən bilən. Mən pis oynadım. Videoya görə biraz FPS-im azdı. Digər masa keçib sizinlə birlikdə digər masa gələcək. Evet dostum, maç başladı ama biraz ortalarında değil de başlangıcından 10 saniye kimi keçerli. Oha. Yandı. Tora düş. Ben de sönüm. Biraz hit vurun. Hop. Öz toruna yakalanır. O da su götürdü özünü. Qəhb yedim, mən deməliyəm. Az bir var oynamamış. Hey. Hop. Yes. Bayaqlar bizi udan adam idi dostlar. Onu bu səfər tutduq. Çünki bayaqları çox böyük bir səhv elədim. Həqiqətən yəni bir insanın qarşısında, yəni Swordman'in və həmçinin o Swordman'in əlində həm ağ, həm də lav varsa, siz onun qarşısında heç bir zaman kalkan tutmayın və balta ilə oynamayın. Çünki nə qədər kalkan eləsəz də, siz kalkanla çevrilməniz bir yavaş, yeriməniz bir yavaş. Həm adam riski bu şəkildə kritik vura bilər sizin arxanızdan. Çünki shield, yəni kalkan 180 dərəcəli qoruma eləyir. Arxanız isə boş və yaxud da ki, həm qıraqlarınızla da sizə vura bilər mənim elədiyim kimi. Buna görə də hər zaman PvP-də üstünlük olsun swordda, yəni qılınc main olun. Və yox, əgər qarşınızdakının bir əlində önəmli bir
sizə qarşı avans sağlaya biləcək şeylər yoxdursa. Bəli dostlar, sözümə davam edirəm. Əgər adamın əlində sizə qarşı üstünlük sağlaya biləcəyi bir item yoxsa, lav kimi, ağ kimi, bu zaman həqiqətən də yəni sizin üçün ən əlverişli olan və ən belə necə deyim, rahat, sıfır riskli PvP balta PvP'sidir ki, onun üçün də sadəcə timing lazımdır. Amma sword mainlər üçün isə sadəcə risk deyil, həm eğim, həm də həm zamanlama, həm də birazcık risk var orada. Buna görə də bu üçü ilə əlləşirsiniz sword PvP'sində. Amma balta PvP'si daha rahatdır. Nəysə, çox uzatdım sözü, digər oyuna keçək. Bəli dostlar, digər oyunumuza keçdik. Adam əgər mənimlə balta oynasa daha yaxşı olar mənim üçün. Bəli, balta oynayır. Ops, Gəl. Hop, götürməliyəm onu, mənim üçün ən böyük avantajımdır. Bro. Wait, həm məni öldürdü, həm də yəni oyundan atdı. Digər oyuna keçib gəlirəm. Bəli dostlar, oyuna başladıq. Tam qaz davam edirik. Bu videonu 12 dəqiqə kimi bir şey gedir. Bəli. O kompüter. Bəli. Vahşet var, amma mən vahşet oynamaq sevmirəm. Çünki ilk başlarda mənə kalkan verir, nə bir şey. Digər oyuncular aman vermirdi yəni oynamağa. Nəysə, yeni oyuna keçib gəlirəm. Bayaqları bu oyun modunda uduzduğum üçün yenidən bunu seçdim. Adam da tüy gözləyir, rush elə bir PUBG oynayıram. Adam ancaq elə yerində qalır, tüy yerində. Bu nəsə xasiyyətdir. Nəysə, digər oyunu, eyni adam təzdən gözləyir mənə görə. Direkt keçdim oyuna. Həmin adamdır görəm. Skinə baxın, yox, o deyil. Üstümə rushlayır. Digər oyuna keçib hemen gəlirəm. Bəli dostlar, bu səfər biraz daha itemli bir vs atacağım. Çünki demək olar ki, mən bu kanalda sadəcə OHC, Beast və yaxud ki, kalkan PvP, yəni normal, hiçilər gərəkdirməyən şeylər paylaşmışdım. Adam yəqin full mənə kritik atdı, ona görə görməmişdim. Adam kimiydi? Amin. Təzdən mənimlə gələrmi? Nəysə. Bayaqca insanla deyəsən həzdən vs atıram. Həmin adamdır, yox. Ops. Özvəcə 3 qalbi qalmışdı. Nəysə, digər oyuna keçib hemen gəldim. Bəli dostlar, reklam arası veririk və sizə bir ədəd Azərbaycanlı həm Tovni, həm Duello, həm TikBlock, həm də Qatil Kim adlı mini game'lərlə dolu əyləncəli bir server tanıdıram. Bu serverdə istədiyiniz cür oyunlar oynaya bilərsiniz və server hələ ki baxım aşamasında olmağına baxmayaraq çox əyləncəli və kaliteli vaxt keçirib dostlarınızla birlikdə əylənə bilərsiniz. Burada Tovni sunucusu var. Bu sunucuya girərək oyun için nikim Housain'dir. Bu sunucuya girərək buradakı nikimlə yararlanaraq mənə əgər hal-hazırda verdiğim bu videonun linkini MSC'dən mənə atsanız, sizə Tovni içi bəzi 2K pul və biraz item verəcəyəm. Sunucuya girib mənimlə oynamaq istəsəniz hər zaman açıqdır və sunucunun linkini yəni həm Discord linkini paylaşacağım, həm də sunucunun Minecraft IP'sini
açıqlamaya, Discord linkində açıqlamaya, həmçinin də hər ikisini ekstra olaraq yorumlara da atacağam. Hal-hazırda bu tek blokdur, bu isə Townidir. Bir nəfər hal-hazırda oyundadır. Towniyə giririk. Townidə xəritəyə buradan baxa bilərsiniz. Həmçinin bu sonu server dünya xəritəsi ilə, yəni burada mənimlə birlikdə, mənim bezim ki, Azərbaycanda qurulmuşam və mən həmçinin Azərbaycanın hər yerinə claim atmışam. Oyun içi Baltopda mənim dostum, mən buradayam, ikinci yer olacağım. Dostumun 25k pulu var, mənim 6k pulum var. Ronaldo Goat isə Yusif T adlı YouTube kanalıdır. Onun sahibi ilə də bu yaxınlarda mən halbuki demişdim ha, Border SMP Manhuntlar çəkəcəyik. Həmin oyuncudur o. Bundan başqa isə Townidə hər cür sizə lazım ola biləcək hər bir şey lobbydə mövcuddur. Discord sunucusuna buradan da gələ bilərsiniz. Qəsəbə, öz qəsəbənizi buradan da qura bilərsiniz. Bunun üçün vurduğunuz zaman öz qəsəbənizin, aid olduğunuz qəsəbəsinin spawnına gedə bilərsiniz. Bu random TP-dir, yəni RTP adlanır. Bu RTP vasitəsilə dünyanın hər hansı bir ölkəsində və yaxud da ki, qitəsində işınla teleport ola bilərsiniz. Xəritədən dedim və yəni sunucunun lobbisində sizə ilk başlarda oyun üçün lazım olacaq hər şey mövcuddur və oyuna yeni başlayanlar kit başlanğıc yazaraq burada ekstra başlanğıc kiti, ekstra burada hələlik dəri set və bir cüt ləvazimatlar və itemlər verəcəklər və bunlarla birlikdə də oyuna rahat bir şəkildə başlaya biləcəksiniz. Sunucu çox sadədir. Öz farmınızı quracaqsınız və bu şəkildə pul əldə edib gəlişəcəksiniz. Mən də bu sunucuda həmçinin aktifəm. Sunucuya yaxınlarda reset atılacaq. Buna görə də hələlik ki, aktif olmayacağım, amma 1-2 həftəyə mən də dostlarımla, 2-3 nəfərik dostlarımla bu sunucuya yenidən qayıdacağam və bu sunucunu oynamağa çalışacağam. Sunucu mükəmməl sunucudur. Gəlməyiniz tövsiyədir və beləliklə öz videomuza keçək. Bəli dostlar, video öz yerində davam edir. Hal-hazırda adamın harda bu map'i çox xoşlayıram. Adamın fərqadı sayı gəldi. Gəl, Sword main, mən də Sword main. Sword mainsən, amma belə biqriyyət Sword mainə oxşayırsan, bırakın. Canımı yeyərim. Sənin kimi Sword mainlər çox yaxşı oyunculardır, dəyərli insanlardır sənin kimilər. Halaldır, mən sənin kimlərə sempatiya bəsləyirəm. Yəni, əla oynayırsan. Nəysə, bir şey deməmək lazımdır. Yəni, mən də əvvəl bunun kimi oynayırdım. Hal-hazırda istədiyim kimi. Bəli dostlar, video bu qədər idi. Çox sadə və əyləncəli olduğunu düşünürəm. Zəhmət olmasa kanalıma yeni deyibən, abunə olub bildirimləri atsanız bəyənərsiniz və hər gün buradayam, aktifəm. Hər gün isə ən azı bir video çəkiləcəkdir. Bu gün özü Yusif ilə Manhunt videomuz gələcək. Manhunt videomuzda çox əyləncəli olacağını düşünürəm və sizin də bəyənəcəyinizi düşünürəm. Videoma dəstək olsanız çox sevinərəm. Salamat qalın, əyləncəli qalın.